kortizol dalğası nə deməkdir? Gec yatmaq, gecə şəkər düşməsi, yuxusuzluq, narahatlıq, bütün bunlar bunun əsas səbəbidir. Sabah yuxudan duranda halsızsan. Bu zaman kortizol dalğası nə deməkdir? Bugün sizə bu haqqda danışmaq istəyirəm. Əgər sabah yuxudan duranda halsız olursansa, bu sadəcə hələ də yuxulusunuz demək deyil. Bu sizin hormonal ritminiz ola bilər. Bədən oyananda kortizol təbii olaraq yüksəlir. Bu dalğaya kortizolun ayılmaya cavabı deyilir və bu məqsəd olaraq səni oyatmaq, enerjini artırmaq, beyni aktivləşdirməkdir. Amma əgər bu dalğa zəifdirsə, bədən oyan siqnalını ala bilmirsə, nəticə necə olacaq? Səhərlər yorğun, beyin dumanlı, enerji az və günə gec başlama hissindən ayılacağıq. Bəs bu dalğa niyə zəifləyir? Gec yatmaq, gecə şəkər düşməsi, stres hormonunun axşamları yüksəlməsi, yuxusuzluq, narahatlıq, bütün bunlar bunun əsas səbəbidir. Və maraqlısı odur ki, səhər çox halsız olan insanlar əksinə günortaya doğru enerjilərin artdığını hiss edirlər. Bu da kortizolun gecikmiş yüksəlişidir. Hətta buna görə bəziləri səhər qəhvəsiz dura bilmir. Çünki kortizol dalğası öz işini görə bilmir və kofein oyanma işini əvəzləyir. Əgər hər səhər halsız oyanırsınızsa, bədən sizə siqnal verir. Ritm pozulub, vaxtında yatmaq sadəcə saat deyil, həm də hormonal sinxronizasiya prosesidir. Ona görə də vaxtında yuxunuzu heç nəyə dəyişməyin, zamanında düzgün yatın, kəsintisiz yatın və sağlam olun.